Nəyə görə? Hayf mənim əziyyətimə. Salam, dəyərli izləyicilər. Deməli, bugün ev turu vloq çəkirəm. Çünki bunu mən çox istədiniz. Və mən də deyim, qoy çəkim. Çünki başa düşməyənlər oldu. Bura, məsələn, bizim evdir. Kirayə olmayan evdir. Kirayə qalmadığım öz doğma evim. Bura qonşum, bura bizim deyil. Bax, bura kirayə qaldığım evdir, dəyərli izləyicilərim. Belə göstərim, qoy. Buranı sonra göstərəcəm. Gedək özdə evimizi göstər. Bu Kaleska, bu Kaşok, bu da bizimkidir. Bu arada. Bax, belədir. Belə bir koridordayıq. Burada qonşular qalır. Və o tərəf dediyim kimi bizim, o tərəfdə də qonşu yaşayır. İndi isə öz dəyərli evimə keçirəm. Və keçdik. Evə keçəndə bizi nə gözləyir? Balaca da belə qapısı bağlanıb. Balaca mini koridor. Orada soğan filan əlimin altında olsun deyənə qoyduqlarım var. Belə göstəreyim. Buradan çörəklərimi asıram. Burada asmamam. Hər gün deyirəm ki, asmayacağım. Bir də görüm asmışam. Nəysə. Burada balaca bir mətbəxim var. Burada pərdə var. Prosta pərdəni taxanda dəyərli izləyicilərim. Pis olur. Necə pis olur? Əlim ayağım ilişir. Burada isə balaca mini mətbəxim var. Belə göstəreyim. Balaca mini. Burada isə yoxdur. Belədir. Qablarımı yumuşdum. Sonra yenə deyib çıxdı. Nə qədər qabı yuyursan yenə də çıxır. Belədir yəni. Və buradan keçirsən bizim otağa. Bura əslində bir otaq olubdur. Bunu bölüb belə eləyiblər. Və qapını açdıq. Hoş gördük. Güya mən uşaqların əynini dəyişdirəcəkdim. Neysə. Və burada kravatımız var. Belə göstəreyim. Burada özüm düzəltmişəm bunu. Temudan alıb. Belə termom var. Burada şifanerimiz var. Burada qızım var. Qapağını qopartdı. Nə istəyirsən Dərya? Dərya nə istəyirsən? Burada da qızlarım var. Bizim yəni otaq belədir. Dəyərli izləyiciler. Ev turu. Gedək balacamla çəkək ev turu. Qoy bu qapını örtün. Sən boysan, boy. Bilirsən onu. Hı? Və gedirik, artıq çıxdıq balacamla. Aha, mikrofon istəyəcək. Və qapını açdıq. Qapısını yer eləyirsən. Və keçdik, qapını açdıq. Bir dəqiqə bu uşağı qoyun bura. Bir dəqiqə burada gələm. Və belədir burada. Çox da yığışdırmadım. Biraz yığışdırdım. Gördüm çox yorulan, belə çox dərinliyini gəlib yığışdırmadım. Qapını örtək. Çıxmadı. Burada bir dənə kravat var. Kravat var. Burada şam beşiklisi dolu paltardı onun. Çünki şifanerimə yerləşmir. Onun üçün soyuducu var. Belə. Köhnə pərdə var orada. Və divan var. Sonra stol var, stul var. Və bir balaca da orada çıxmaq istəyir. Orada da bir xalça yumuşam. Bilməm nə onun videosunu qoyaram, qoymaram. Üstüm istanıb ona görə ora qoydum. Ona səs idi az. Hə, nə deyirdim? Yəni belə. Bu divan özümündür. Bax, 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 bax. Yıxılatsan ha sən. Vallahi yıxılatsan. Düş yerə. Meymundur da meymun.
Düş yere. Yıxılarsan, qorxmursan sən? Qorxmursan? Yaxşı, qorxma. O divan özümün divanımdır. O birisi otaqdan gətirib qoymuşam. Aycan, Aycan. Hə, bu kravat kirayəşinindir. Bu stollar hamısı kirayəşinindir. Bu soyuducu da kirayəşinindir. Mənim soyuducum xarab olmuşdu. Bu beşi isə Dəryanın olub. 2 ay 3 ay yatıb vəssalam. Yatdığı o olub. Xalçanı da özüm almışdım. Bura. Buranı nə etmək istəyirdim? İndi bəlkə suallar gələr. Gəlsə sevinərəm, çünki onda söhbət daha maraqlı olur. Qoy oturum danışım, başım fırlandı. Bir də ona aydınlıq gətirim ki, bu sözdən o sözü keçirəm. Nə demişdilər, Azərbaycan çıxdı. Allah haqqı yadımdan çıxdı. Nəysə, qoy bildiyimi deyim. Hə, buranı niyə yataq otağı eləmirsiniz? Əslində necə deyim, elə mən yataq otağı istəyirdim olsun bu otaq. Belə, amma ki çox təəssüf ki olmadı. Çünki soyuducu var. Divan gətirdik, qoyduq bura. Stul var idi. Həm də bax bu otaq bizim otaqdan balacadır. Balaca otaqdır bura. Amma o birisi otaq bizim otaq görürsüz hələ bölünüb, nə boydan otaq idi. Bölünüb hələ mətbəx olub, balaca koridor kimi olubdu. Yəni burada həm də biraz istədik ki, gələk burada yataq edək, görürük heç cürünə alınmır. Yataq otağı eləməyə alınmadı. Çünki qışı çox soyuqdur bura. Dəhşət soyuq, həm də nəmişlik verir. Qışı. Yayı da ki, nə bilim, yəni ventilator falan da xarabdır, ayaqda yoxdur ki, gətirib qoyaq elə yataq. Həm də belə olduğuna görə gətirmədim. Buranı indi biz hal-hazırda depo kimi işlədirik. Depo, yəni artıq əşyalarımı falan yığıram, belə deyək. Qonaq otağı kimi də işlədə bilmədim. Çünki kravat var, beşik var, yəni xaldenik var. Hər tərəfli, yəni heç cürünə şey eləyə bilmədik. Yəni olmadı. Nə qonaq otağı, nə yataq otağı. Çünki burada qışı gördükdə ayalı, qışda bura bir soyuq olur. Hətta pletka belə, buranın ataplenisi xarabdır, gərək düzəltdirəsən, o da puldur da. Hətta ataplenisi belə işləmir, yoxdur. Pletka taxdım 1-2 gün ki, elə belə də yoxu geyib orada qalaq görək necədir. Ümumiyyətlə soyuq, yəni pletka belə qızdırmır buranı. Çox təəssüf ki, qızdırmadı. Obşim, yəni hələ ki örgəşməmişəm, inşallah ki örgəşərəm. İnşallah ki bu videonu axıracan izləyərsiniz ötürmədən. Və istəyirəm ki kütləmin ən böyüyü uşaqlanalar olsun. Bir də onu açıram. Yəni orada söhbət eləyə bilərik. Söhbət vloglarda gəlsə məncə daha çox xoş olar. Qızım, gəl sən paltar geyindirim. Siz durun burada, mən gəlirəm. Tamam mı qızlar? Durun, gəlirəm. Onun özünüzü. Gəl. Bu arada telefonum düşdü yenə əlimdən yerə. Yaxşı ki qırılmadı. Hə. Və bura bizim bildizdən haradır. Burada da paltar yuanam. Kiri paltarlarım da var indi. İçində var, onlar durub sərəcəm. Burada isə bizim ayaqqabılarımız var. Dedim bunu da əlavə edeyim vloga, yadımdan çıxmamış. Və burada bizim hamamımız var. Görsən mikrofon işləyir. Hə. Burada bizim hamamımız var. O özüm qoymuşam. Onu qəşəng üçün yuyacam acı ilə falan, ona görə belə güzgümüz. Və bura tək mənim deyil. Belə bir ki, görürsünüz, tək mənim deyil. Burada başqasının da, məsələn, bu bizimdir. Hə, belə. Yəni ona görə mən hamam vlog falan belə çəkmirəm çox da. Çünki şəraitim yaxşı deyil. Belə. Bayaq xalça yumuşam qalıb orada. Buranın bir dənə adiyyatı buradır. Bu mənimdir, bu setka. Bura mənim deyil. Buralıq da belədir. Allah, başım fırlandı. Arada belə çəkirəm buralığı. Xalçam yumuşam, ucu quruyur, görək quruyur mu?
Bayaqmışım ki qurumaq istəyir. Burada da mənim gözəl nanəm var. Çox sevirəm bunu. Hər gün də yorulmadan sulayıram. Bax buralar belə gündədir. Külək oldu, bura qalır 2 gündən. Canlı göstərmişdim qızlar. Axşam qorxmuşduq. Belə. Məncə vloqumuz buracan olsun. Buna yemək falan qatmayın. Baxın, uje evi dağıdıblar. Bu məncə vloqa yemək falan qatmayım mən. Ən yaxşısı elə belə olsun vloq. İnşallah gələn vloqlara can. Sağ olun, Allah'a emanet olun. Hə, bir də o söz deyim. Demişdilər ki, əsirdir çəkirsən. Nə qədər istəyirəm ki, hələ düzəlsin. Kapkutun da pullu versiyası var. Prosta ona mən pulum yoxdur ki, şey eləyəm. Ya da ki, mən belə qəşəng tripodum yoxdur ki, o məsələn yekədir. Nə kuxniyə yerləşmir. Heç ara belə necə deyim, çox da yerləşmir. Cüzdən çəkirəm. Nə də mən pulum yoxdur ki, bahalı bir tripod alım çəkim. İndi hər nədirsə budur hələ ki. İnşallah ki, gələcəkdə yaxşı pulum olar. Mən də daha səliqəli, daha qəşəng videolar əlbəttə ki, sizlərə çəkmək istəyirəm. Dəstək olan da sağ olsun, olmayan da sağ olsun. Bura qədər. Sağ olun, Allah'a əmanət olun, əmanət olun. Gələn görüşərək. Bundan sonra nə vlog olsun, şərhlərdə yazsaz sevinərəm. Kanalıma abunə olsaz, videomu bəyənsəz, xahiş edirəm, axıracan baxsaz, çox sevinərəm. Dəyərli izləyicilərim, məni izləyənlər, Allah sizdən razı olsun, hər birinizdən var olun. Mənə xoş komment yazanlar çox sağ olsun, onda çox sevinirəm, daha da həvəslənirəm. İnşallah gələn görüşlərədək sağollaşıb qutara bilmirəm. Gedim görüm uşaqlar neyini bir dənə. 100% dağıdırlar, nəsə səslər gəlir. Bunu niyə belə elədiniz? Baxın. Bunu niyə belə elədiniz? Bacı gedir. Niye? Niye? Hayır.